sağ olun Günel xanım, çox, yəni sizə həqiqətən də minnətdaram. Çox minnətdaram da. Yəni mən 10 günün içində o keçirdiyim, başqa həkimlərdən keçirdiyim o həyəcanı, bir günə ki siz məni rahatladınız. Heç nə yox, uzidiniz, dediniz ki, hər şey yaxşı olacaq, hər şey gözəl olacaq. Həqiqətən də otururam, bu privyaskanı mən eləmişəm, açmağı, bağlamaq. Mən nə qədər edirəm onun o izləri, o çatıqlarını tapa bilmirdim. Mən çox adam dedi ki, o qız ailə quranda, belə olanda. Mən həqiqətən də göydə Allaha, yerdə də sizə güvəndim, gəldim ki, o çapıqda qalsa, nə də qalsa. Çox şükür, çox şükür. Çox sağ olun, var olun. Yaxşı ki, sizin kimi həkimlər var, Azərbaycanda var. Yəni, başqa yerə getmək lazım deyil də sizin yanınıza. Ömür boyunda mən, yəni həyatda olmaramsa, mənim qızım sizin yanınıza ömür boyu gələcək ki. Çox sağ olun, çox sağ olun. Həqiqətən də ömrüm boyu sizə duaçıyam da. Ömrüm boyu ki, mənim uşağımı sağ-salamat, rahatçılıqla. Mənə o qədər şey dedilər ki, 10 gün içində. Mənim elə bil 10 gün yox ha, 10 ilim getdi. Ağlayıb, oturub ağlayırdım ki, bu uşağıma atam olacaq. Siz, Allah köməyiniz olsun, Allah sizi var eləsin.